Həqiqətən Şəbnəm xanım, çünki mən orada qulaq astım, ona səs atılır ki, Vüsal Əliyev qonaq olacaq, ona reaksiya vermir, başqa müğənnilər sayır ki, o olsa, bu olsa yaxşı olar. Amma mən buradan xatırlatmaq istəyirəm. Bu tərəfləri mən bilmirdim. Buradan Şəbnəm xanıma xatırlatmaq istəyirəm ki, hələ ki hamımız cavanıq, yaddaşımız yerindədir, xatırlaya bilirik. 15 il geriyə geçsək 2007-ci ilə mənə zəng gəldi Səbuh studiyasından ki, bir xanım gəlib sizi görmək istəyir. Onda da mənim özümün ofisim, studiyam var idi. Və kaset çıxartmaqla müğənnilərə. Sizin ulduzluq zirvənizin ən pik həddi olan illərdən. Əlbəttə ki. Yaxşı vaxtlardır. Ki, bir xanım sizi görmək istəyir, dedim, mən gəlirəm. Getdim, görüşdük, bu Şəbnəm xanım idi. Gəldik bizim ofisə, çay içdik, söhbət. Dedi ki, bəs mən istəyirəm, mənim kasetim olsun, belə, mən də tanınmaq istəyirəm. Bir məbləğ dedim ki, kasetin çıxmağına bu qədər məbləğ lazımdır. Balaca bir maşını var, dedi, gələk maşınımı satın. Dedim ki, yox, ona ehtiyac yoxdur. Hətta həmin günü mənim bir tədbirim var idi. Bərabər getdik, oradan aldığım qonorarı da ona verdim.